Azərbaycan münaqişəsinin yaranması Rusiyanın Cənubi Qafqaz siyasətinin bir parçası olub tarix boyunca. Və uzun illər boyunca Rusiya həm Azərbaycana, həm də Ermənistana təzyiq göstərmək üçün bu mexanizmi istifadə edib. Əgər məsəl üçün Pridnestrovya sadəcə Moldaviyaya təsir göstərmək üçün, Abxaziya, Osetiya sadəcə Gürcüstana təsir göstərmək üçün mövcuddursa, burada bir alətlə iki dövlət idarə olunur. 90-cı illərin əvvəllərində Rusiya üçün yaranmış şərtlər ona imkan verirdi ki, Azərbaycandakı hakimiyyəti, yəni qərb yönlü və yaxud Türkiyə yönlü və yaxud yəni Rusiya qarşıtı hakimiyyətə dərs vermək üçün, ona qarşı gəlmək üçün Ermənistan tərəfindən yollarını açdı, ürəkləri istədiyi qədər torpaq aldılar, hətta müqavimət olmasa Bakıya qədər də gələ bilərlərdi. O vaxtki müqavimətin nəticəsidir ki, onlar müəyyən bir miqdar torpaqları, yəni Qarabağ ərazisini və 7 rayonu ələ keçirə bildilər. Bugünkü gündə Rusiyanın mövqeyi dəyişməyibdir. Rusiya eyni şəkildə Qarabağ alətini, belə deyim də, təzyiq alətini istifadə edərək yenə də Ermənistana və Azərbaycana təsir göstərməyə davam edir. Və bunu uzun illər istəyir əlində saxlasın. Və Azərbaycanın torpağı olmasını qəbul eləsə də, o, yəni bir neçə dəfə Putinin dilindən eşitdik ki, Qarabağ Azərbaycanın torpağıdır. Bundan sonra gələcək kim varsa, bilmirəm hansı prezident olacaqsa, onu Putin deyibdir, o mənə aid bir kəlmə deyil. Bizim bugünkü siyasətimiz ondan ibarətdir ki, oradakı ermənilər, məsəl üçün deyirəm, Rusiya vətəndaşıdır, biz Rusiya vətəndaşlarına sahib çıxmalıyıq, onun üçün ora müəyyən bir təzyiq göstəririk. Eyni şey Abxaziyada olmuşdu. 2008-ci ildə orada Rus sülhməramlılara bir müdaxilə olmuşdu. Rusiya əlində ona alət elədi ki, bizim sülhməramlılara müdaxilə oldu. Biz oradakı deməli Rusiya vətəndaşlarını müdafiə eləmək üçün hücuma keçirik və 8 avqustda Rusiya ilə Gürcüstanın müharibəsi başlamışdı. Yəni bu mexanizm Rusiyanın əlində həmişə yoxlanılıb və biz də bir yenə də Ukrayna örnəyi də onu göstərir ki, Rusiya dünya ictimaiyyətinə, beynəlxalq hüquqa, BMT-nin nizamnaməsinə baxmır. Rusiya deyir ki, mən güclüyəm, mən haqlıyam. Ümumiyyətlə, yəni bütün dünyada son illərdə bu güc və haqlılıq bir-birindən bərabər gedən və hüququ sayan bir dövlət yoxdur. Onun üçün mənə elə gəlir ki, Rusiya Qarabağ alətindən əl çəkməyəcək. Azərbaycana və Ermənistana təsir göstərmək üçün mümkün olduğu qədər oradakı o erməniləri istifadə eləməyə çalışacaq və prezident də çox maraqlı bir kəlmə də işlətdi, həm də rus dilində işlətdi. Qarabağ erməniləri bəyən başa düşmürlər ki, onları qul kimi istifadə edirlər. Yəni rusca dedim. Yəni bunlar onlara bir mesajdır ki, bəsdirin, qul kimi özünüzü istifadə elətdirməyin. Əgər oradakı icmanın ağlı başına gəlsə və onlar özlərini bugünkü gündə bu vəziyyətə salan separatistlərə və yaxud da ki, rus sülhməramlara qarşı bir hərəkat başlatsalar, deyirsiniz, məsələn, sabahdan bizim arsaq deyilən bir şey başlatırlar. Onu oradakı separatistlərə qarşı başlatsalar, məncə daha çox müvəffəqiyyətli olarlar. Həm özlərini qul kimi istifadə eləməkdən canları qutararlar, həm separatistlərdən canları qutarar, həm də Azərbaycanla inteqrasiya olarlar.